Salam əziz şagirdlər, hər birinizi xoş gördük. 6-cı siniflər üçün olan BSG 2, yəni böyük summativ qiymətləndirmə 2-nin ingilis dili sualları ilə tanış olaq və izahlara baxaq. Əgər kanala abunə deyilsinizsə, abunə olmağı da yaddan çıxarmayın. Birinci sualda charity, xeyriyyəçilik sözünün düzgün definitionu bizdən istəyir. Bu da xeyriyyəçilik, yəni ehtiyacı olanlara kömək, pul, ərzaq verməkdir. Yəni B doğru cavabdır burada. İkinci sualda generous, alicənab, səxavətli, əlaçıq sözünün antonimini bizdən istəyir. Bunun da antonimi selfish, xudbindir. Cavab D variantı. Üçüncü sualda bizdən isimləri istəyir. B-də hangə, deməli aclıq mənası var. Charity, xeyriyyəçilik. Ona görə cavab B olur. A-da punish, cəza vermək. B-də important, vacib sifətdir. Punish feilidir bu arada. C-də reduce isə azaltmaq feildir. Dördüncü sualda bizdən saymayanları istəyir. Deməli, cəm, deməli bu nə idi? Elə cəm idi, mürəbbə mənasında var, sayılmayan isimdir. Sugar, şəkərqənd, bu da sayılmır, C variantı. Beşinci sualda bizdən ümumi isimləri istəyir. Rəssam və pul ümumidir və ya bu tip suallarda gördüyünüz ki, balaca hərfdən yazılıb, elə doğru cavabı tapmaq olur. 6-cı sualda əz arasında adi dərəcə olur, cavab olacaq D variantı, sifət olduğu kimi qalır. 7-ci sualda sıra sayın qabağında Z artikli olur, o ikinci mərtəbədə yaşayır deyəndə B doğru cavabdır. 8-ci sualda bizdən mürəkkəb isim işlənən cümləni soruşur. Bedroom, deməli yataq otağı mənası var, ona görə də B mürəkkəb isim olaraq doğru cavabdır. 9-da good at, ətdən sonra, sözündən sonra gerund istifadə olunur, yəni feil ing-li olmalıdır. Doğru cavab olur B variantı. 10-da tərcümə soruşur. To be lucky, uğurlu olmaq, alien, yad planetli, pollution, çirklənmə kimi tərcümələri var. 11-də cümlənin tərcüməsini soruşur. Biz, deməli, qocalara hörmət etməliyik, belə bir cümlədir. 12-ci sualda apple sayıla bilir, many olar. 2-də water sayıla bilmir, a little olar. 3-də bread sayılmır, a little olar. 4-də money sayılmır, much olar. 5-də deməli children sayılır, a lot olar, soldakı. 13-də biz dünyadakı bütün ağacları kəsməməliyik, deməli should not olar. 2-də ətraf mühitimizi təmiz saxlamalıyıq, should olar. 14-də ego var, keçmiş sadə zamandır, lived olar. 2-də tomorrow var, ona görə will by olar. 15-ci sualda doğru cavab olacaq B variantı. 2-də doğru cavab olacaqdır B variantı. 3-də B. 4-də isə cümlənin altına xətt çəkdim. Belə hər birinizə uğurlar olsun.